Əziz, hörmətli ziyalılarımız, ağsaqqallarımız, sənətsevərlərimiz, Əli Vahid, Allah rəhmət eləsin, iki cümlə sözü həmişə mənim içimdə özümlə gəzişir. O deyir ki, məqsudimiz nə meyxanədir, didar-ı yarı görünməkdən ötürü bunlar bir bəhanədir. Bu da bir səbəb olur ki, mən diyarımız qaymaq ziyalarıyla, ağsaqqalarla görüşmək sağlığını qarandım. Xudaşirini görmürəm. Ələşəh müəllim, Xudaşirini görməm yaxından. Ay Xudaşirin müəllim, yarım dəqiqə mənə bax səhv elə. Xudaşirin müəllimin haqqında çoxlu danışmağa ehtiyac mən duymuram. Onu deyərəm ki, bizim şəxsi təbiyyətimizdə, şəxsi həyatımızda uyarıcı faktorlar çoxdur. Birincisi, mən Lənkəranda tibb texnikumunu bitirmişəm. O, Azərbaycanda tibb institutunu bitirib. O da musiqiçidir. Mən də musiqiçiyəm. 2 il bundan öncə hələ mühacirət eləməmişdən qabaq, Ələşəh müəllimlə gəldilər, mən onda kətdə idim, bir üzrümüz vardı, uzaq olsun evlərdən. Gəldilər, məni sevindirdilər, şəkillərimiz çəkildi və mənim bir neçə il bundan qabaq Nidalonda oxuduğum, toy məclisdə oxuduğum əsərləri mənim özümə qaytardılar. Gecə saat 2-yə can əyləşdik, həm fikir olduq, həm söhbət olduq. O gündən bugünə qədər bizim ailəvi qaynaqlar davam edir və çox şadam ki, bugün də o bəhrəsini verib mən bir telefon zənginə, sonra özüm də 2-3 dəfə narahat oldum, özüm də əlavə zəng çaldım. O kişi ilə dostluq eləmə, elədim, kişi kimi dostluq elə. Və özümə şərəf bildim, borc bildim. Bu bahar günündə, bu gözəl, nurlu bir gündə gəlib sizləri yaxından öpüb, bağrıma basım, bir ata kimi, bir qardaş kimi, bir dost kimi. Mən də bu iqlimin balasıyam. Nə qədər ki, dünyanın hansı yerindən olsam, deyirlər bu talış balasıdır. O da danılmaz faktordur. Mən çox şadam ki, Azərbaycanda mənim yoldaşlarım bayağı mənə deyirlər ki, sən çox xoşbəxt adamsan. Biz də sənətçiyik. Biz kəndə girəndə kəndin hamısı bizi eyni məhəbbətlə tanıya bilmirlər. Amma səhərdən baxırıq, elə hamı sizi gözəl tanıyır, hamı. Bu mənim üçün böyük şərəfdir. Bu mənim üçün milyon dollardan artıqdır. Mən bunun aşiqiyəm. Mən bu hisslərlə yaşamışam. Mən bu hisslərdən zövq almışam. Mən bunlardan ucalmışam. Mən sənət yoldaşlarım Vamik Məmmədəliyev, Üzeyir Hacıbəyev adına Azərbaycan Dövlət Musiqi Akademiyasının baş müəllimidir. Vamik Məmmədəliyev fransızlar tərəfindən mənim kompakt diskim yazılanda 7 əsər mənə çalmış tarixənimizdir. Keçən il biz, təxminən bir il bundan qabaq idi, biz Fransaya dəvət aldıq. Fransada mənim 3 konsertə qoyuldu. Qiymət verənlər də fransız idilər, pul verənlər də onlar idilər, kasetimi dünyaya yayanlar. Nə ki Fransada. Yəni, o kompakt diskin üstündə yazılıb ki, oxuyur Canəli Əkbərov. Bizim diyarın şəkli orada, pasportunda. Yəni, bu temada mən çox danışa bilərəm. Vaxtınızı almamadan ötürü mən hüzurunuzda Xudaşirinin daxili keyfiyyətləri, Xudaşirinin milli musiqiyə bağlılığı, onun həqiqətən yüksək intellekt səviyyəsi, yüksək ziyallığı qarşısında mən bir böyük qardaşı kimi baş əyirəm. O da o ki, ot kökü üstündə bitər. Atasını görəndə məlum olur da. Mən hüzurunuzda bir qardaş kimi, qızın bir əmisi kimi xeyir-duaya gəlmişəm. Arzu edirəm ki, hər birinizin qapısında, hər birinizin evində mənim əziz qardaşım Ali də gəldi çıxdı. Çox gözəl oldu, çox sevindim. Öpürəm səni. Allah hər iki ailəyə, hər iki nəslə xoşbəxtlik nəsib edəsin. Çox doğru düzgün bir yoldur. İki gözəl nəsil
öz balalarına həyat vəsiləsi verirlər. Ali Allah balanı xoşbəxt eləsin. Mən çox şadam ki, mənə nəsib oldu burada iştirak eləmək. İcazənizlə mən həcc ziyarətində olarkən Həzrəti Məhəmməd Peyğəmbərin Bələvi ərəblərin qorxusundan qaçıb Hevra dağında, mağarada gizlənib ilk namaza durduğu yerdən bir daş götürdüm. Elə şeylərə icazə verilmir, yəni orada olanlar bilərlər bunu. O daşı gətirdim, o daş söhbəti düşmüşdü. Mən qardaşıma söz verdim ki, o daşdan bir parça da olsa, nur əlaməti olaraq sən halal oğlan olduğun üçün, mən qəlbimin bir güşəsində yer, məskən saldığın üçün o daşdan sənə bir parça verəcəyəm. Sizin hüzurunuzda açmıram onun içini, bu bağlı olmalıdır. Bunu gətirmişəm, bu nurlu gündə, bu yadda qalımlı gündə, bu əzəmətli gündə, bu xeyir dualı günümüzdə bu daşı qəbul edə məndən, bu bir. Allah qəbul eləsin. Allah qəbul eləsin. İçinə özünə evdə baxarsan. Burada son zamanlar Azərbaycan radyosunun Qızıl Fondu üçün oxuduğum əsərlərin bir neçə nümunəsi 90 dəqiqəlik audio kasetə gətirmişəm. Çünki o kişi, onun arxivi mənə məlumdur. Qəbul edə. Yox. Mərdin sözü də hələ bizdə olur. Bu da video kasetasıdır ki, burada gözəl bir Leyli Məcnunun var. Azərbaycan televiziyasının Qızıl Fondundan köçürülmədir və ayrı oxuduğum muğamlardır. Bu kişilər də var burada. Qəbul edə. Mən diyarımızın gözəl ziyalı oğlu və musiqiçi oğlu, mən daha doğrusu deyərdim, Ələşrəf müəllimə sizin qarşınızda öz təşəkkürümü bildirirəm. Keçən ilin son məqamlarında mənim haqqımda, yəni 35 illik fəaliyyətim haqqında heç bir mübaliğə olmadan bir kitab qacarılı bir yazıcı sənətimin, səhnə fəaliyyətimin, şəxsiyyətimin 35 illik real tarixi faktorlarından ibarət bir kitab ərsə etirdi. Kitab budur. Onu Ələşrəf müəllim xeylən nüsxəsini diyarımızın gözəl oğlanlarına hədiyyə elədi. Ələşrəf müəllim, çox sağ olun. Mən sizə masallı ziyalılarına öz sənət təşəkkürümü bildirirəm. Öz sənətkarlıq ehtiramı bildirirəm. Baş əyirəm qarşınızda. Və bu kitabı da sizin hüzurunuzda əziz Xudaşirin qardaşıma, onun arxivinə hədiyyə edirəm. Bu da, deməli, bu yazıya mən dəqiqə yarım vaxt sərf eləmişəm. Yəni, Xudaşirin mənim onun səsini eşitində kövrəldim sözün açığı. Biz hər dəfə Ələşrəf müəllimlə görüşəndə Xudaşirinin hal əhvalından söhbətimiz düşərdi. Zəngləşəndə də bu temaya toxunardıq. Amma indi onun səsini eşitəndə doğru inanmadım və bir an kövrəldim. Çünki belə ziyalılarını həmişə xalq özü qorumalıdır. Zəngin ziyalılarınız, hər tərəfli inkişaf edilmiş ziyalılar, hamımız ziyalıyıq. Amma baxın kimdə necə inkişaflar gedir. Odur ki, onun rəsmini çəkmişəm bu yazımda. Dəqiqə yarım buna vaxt sərfləmişəm. Yəni tərəddüd eləmədən. Elə bir sözlər özü öz o bulaq çeşməsindən süzüldü. Bu kitabı elə bir mənim diyarımın bütün mənzərəsi, iqlimi, sizin hamınız bu kitabda əks olunmuşsunuz. Öpürəm hamınızı. Sizin huzurunuzda bu kitabı əziz qardaşıma, onun arxivinə hədiyyə edirəm. Sağ olun. Çox sağ ol. Allah xeyirinizi versin. Bugün hamı istədiyini danışa bilər. Hamı istədiyi qədər yeyib içə bilər, oynaya bilər, şənlənə bilər. Bir məndən başqa. Amma icazənizlə, yəni sözü vaxtında demək lazımdır və məni tanıyanlar bilir ki, mən heç zaman vaxtında susmamışam. Sözü həmişə vaxtında dediyimə görə həmişə vaxtında da başımı bəlaya salmışam.
Mən Azərbaycandan gedənə qədər Canəli müəllim haqqında Azərbaycan radiosuna 3 dəfə müxtəlif illərdə intervyu vermişəm və o intervyuların yazısını mən Canəli müəllimə təqdim eləmişəm. Onun da arxivində durur, mənim də arxivimdə durur. Azərbaycandan getməzdən əvvəl 97-ci ilin aprelin 24-də Azərbaycanı mən tərk etdim. Yanvar ayında mən Söz jurnalında sözün fəziləti haqqında yazımda Canəli Əkbərov haqqında öz sözümü dedim, getdim. Mən də həmin jurnaldakı mənim məqalam var, yazım var. Mən də həmin jurnalı öz avtoqrafımla Canəli Əkbərova təqdim edirəm.